uşağıma 2. Məndə 2 qalacaq. O mənim bacım uşaqlardır bu. Nə bilim, az nəsə oynayır atası ilə. Telefonda, YouTube'da baxıb nədir. Çok sağ olun. Necə arıq qala bilirəm? Gözləyirəm də xanım. Fikir verirəm. Maşallah günlük görsün. Ses yaxşı gəlmir. Doğrudan. Niye? Petruşka. Yok. Yok, hoş geldin. Sağ ol, Yeloş. Mama. Ben əlcək istəyirəm, mama. Arada aynonların yanında. Çok sağ olun. Şabat tabağı. Yok Aygüz. Əlcəyi xoşlamıram. Əhti qarışdıranda əlcəylə qarışdırım. Ne oluyor evinizde? Çok sağ ol Elva. Ağırlamak için nasıl edirsiniz? Allah'a andolsun yok. Niye eləyim ki? Bir de niye eləyə deyim ki eləmirəm? Ben her zaman ne etmişim hamısında demişim.
Yox qızlar, düyü vurmayacağım. Sabaha pişirəcəm. Çünki yorğunu canından bağlayıb evləri ivorka edirəm. Evləri silirəm. Bunu küçsən, yuxu basar məni. Hər belə 6 bazar həftə sonu evləri silirəm. Yatandan sonra mənə daha rahat olur. O sad kök değildi. O sırf çəkilmiş ətin ədavasıydı. Yılğından almışdım. Düyü özüm vurmuram. Sabah pişirəndə vuracam. Ola bilər Elnur sərsər kotlet istəsin. Kotlet qızardım ona. Anne. Bəli. Skop sağdadır. Bilmirəm. Biraz asta danış, bilmirəm. Canın sağ olsun Leyloş. Bilirəm də, sən əlbəttə ki, sən bekar deyilsən ki. Mama, evdə yarpağımız var. Ay. Tosterin üstüne koymuşam. Sen getirmezsen ben getiririm. Sağ olun, necəsiz? Mama, şey yoktu ki evdə. Un. Un istəyirəm, un. Un istəyirəm, un. Var burada altı aç. Ya şey var. Aç.
Necə qablara tökmürsən bunu? Ne diye kalır oldu? O göyərtini 2 dəfə yudum, bir dənə də sən yud. Yadıma sal, bu çırpıcıdan bir dənə alım da. Bu çırpıcıdan. Bana qurban. Tabii gelmesem var. Sabun işte o qrupa yazım indi. Gözdə Elmira müəllimədən soruşun. Bunları yolmuş geçiyor. Ne de şimdi gitmeyelim. Elə şey olmur, Minur, məşğələm var sən. Çıxın mətbəxdən iş görürəm. Allah'ım. Bundan ne de şey. Hə, ver mənə, mən yuyacam onu. Ay baba. Sabah getirir bir gün. Sonra bir gündən sonra tətildə bırakılırıq. Yaxşı qızım. Bir gün gedəcəyik, sonra tətildə. Səviş, buna yuda. Nədir ki? Ay. Bir sən nə istəyirəm mama? Bu düyü var, bunun ağzını açıb qoyarsan qırağa, açan kimi hamısı gedir. Şey, tökəcəm o qalan düyünün içinə, doğuya tökəcəm, sabah dolmaya qatacam. Xeyr, mamam elə bir dəfə ailəli olub, atam rəhmətə gedəndən sonra ailə qurmayıb. Biz 2 bacıyıq. 2 bacımın uşağıdır, 2 mənim. Taşınacak abi. Bunu da bir kadın değil mi sen? Ben aşkım bağımlar. Sucuk doldu. Saçma ve salın üstüne. Sucuk doldu. Belki de hep bazen Gətir, amma çox su tökməzsən, özün bir balon qatıq elədi. İndiki qatıqlar nədir ki, güya? Gətir, o bəsdir. Gətir, tök. gördüğünü görsün. Xunun qapısını bağlamama. Çürüməz ki, töksən. Al. Neden eğlenceli? Çox sağ olasın, necəsiniz? Ki kafasını bilmiyorsun çok geçemiyor. Dur. Ne çıkartmasın? Qablara değmə, özün lazım. Buharın bağladı. Sağ olasın, necəsiniz? Yeməkləri mamam niyə bişirmir? Xanım, mən mamam ürək xəstəsidir. Mən mamamın ürəyində aparatı var. Mən mamam 5 ildən çoxdur, ürəyi çox ağır xəstədir. Aparat daşıyır ürəyində. Ona olmaz naqruska. Mən evimin bütün işlərini özüm görürəm. Mən bu canlını açıb özümü reklam eləmirəm. Sadəcə yorğunluğumu çıxardıram. Sizlərlə söhbət edirəm. Yəni burada hər kəs pis insan deyil. Göy axırda xeyr, biz belə bişiririk də. Hər kəsin öz zövqü var, öz bişirmə qaydası var. Biz də belə bişiririk. Gözəl bacım,
Belə ürəyin istəyirsə bişəndən sonra konum atarsan, deyərsən, göndərərəm, yeyərsən. Valla səmimi deyirəm ha. O qədər Novruz bayramında şirniyyat bişirəndə sən nə qədər göndərmişəm. Demək istəmirdim, indi dedim. Un da vurdum, yumurta da vurdum, düyü də vurdum. Bəli, insanam. Restoranda yemək yeyirəm, restoranda da otururam. Axırda ama evimə gəlirəm. Evimə də zaman ayırıram. Xeyr, mən sağla işləyirəm. Telefonda solaxay göstərir. Qonağınız var. Qonaq Allahın qonağıdır. Belə yox, özümüzə pişiririk də. Mən gündüzləri işdə oluram deyə mənim vaxtım olmur. Bişirirəm 2-3 cür yemək. Qoyuram, geçir, uşaqlarım da yeyirlər. Ne istəyirsən? Evi töküb-töküşdürmə ya Minnur. Bir də yatın ha, gəlirəm evləri siləm. Bitirdim ujey. Dolman sabah püçərəm. Dovğa bəli. Kızım qapını bağla. Çok sağ olun. Necəsiz? Gəzirəm, rayonlara gedirəm mən də. Bilirsiniz ki artıq Saf Travel'ın üzvüyəm. Oğlum yoxdur, var. Oğlum axırıncımdır. Son 5-yim oğlumdur. Deyirəm ki, çox maraqlıdır. Necə belə şey ola bilirsiniz də, bəzilərinizə noxudu mən qaynadıb kilo ilə yığıram xaladenikə. Kartofu yumadım, xeyr, mən hər şeyi doğrayıb hazır edib yuram, suyu gedənə qədər işimi görürəm. Dırnaqlarımız eynidir, canımsan. Hə, mən səmimiyəm, mən sadəyəm. Vallahi yenə də deyirəm, mən çox səmimiyəm. Mən estetik dəyişə bilərəm. Mənim qəlbim eyni nərmindir, mən eyni adamam, mən eyni fikirdəyəm, eyni ağıldayam. Yox, mən heç nə eləməmişəm. Mən sadəcə özümə baxıram, sevirəm, sevgi doluyam. Mənim 30 yaşım var, mənim uşağım 1-ci sinifə gedir. Mən niyə gedib 40 dənə valideynin içində pis gündə görünməliyəm? Bəli. Mən özümə baxmağı sevirəm. Qutardı. Mən hamıdan taparam, anadan taparam. Bəli, mən bu gün anamsız qala bilmərəm. Doğru pişdi? Noxud var evdə? Atmışım. Atdın? Arada onu karıştırdım. Bu düğünü koyacağım xala dedi ki, sen bayaq dediğin var idi. Onu koyarsam şöyle, onu Koymuşam. Allah. Sərsər onun üstüne koşup, onu geçe istadarı tutuyor. Mən bir de kuxna meblinin üstüne xlorluyum. Gedim uşaqları yatıstırım. Qablar var ya, qabları yuyum. Yok, qalmasın mama, evlər tirklidir. Kuxnada axşam ayağıma bir şey dəyirdi xalçanın üstündə. Siz yatandan sonra rahat toz soranıyım, heç xəbəriniz də olmur. Toz soranıyıb siləndə belim ağrımır. Toz soranılmayanda bir otağı 2 vedrə su ilə silirəm. Temizdi. De orayı. Hə? Heç bir yer təmiz deyil, ay mama, Qurana ki, qurban olum. Necə çıxıb abi? Şimdi onu da tutduğuna kalsın. Çok iyi. Oğlandır. Hə. Nadır. Mama, mən o pandalı çaşqan var. O pandalı çaşqan bir də ver də mənə. Bundan Elnura tök qırağa qoy da qurban olaram.
Qoy o şey olsun. Çox soyusun, Elnur soyuq içir doğanı. Buz kimi olsun. Madem. Hə, mama, bax elə onda böyük bir dəfəli içsin. Pomidor yoxdur evdə. Var olmalıdır. Sen neyi taşkıya düşün ne? Hadi. Kaba. Hava değil mi? Bu tarafa koymuyor. Hara, xaladelka qoymam, amma rozetkan xarab eləyər. Qoy, onsuz da indi bir dəqiqə içməyəcək, çay içdi getdi. Saçımın rengi kolorit sudadır. Tomatla pişir, tomatla istəmirəm də. Uşaq dolğa istəyir daxil. Uşaq dolğanı içir qabağında. Narahat olma, ay bacay qardaş. Dolğa bişdi hər birdə. Tərəvəzi yemək. Poğaça düzüsüz değil. Ben sevirəm belə yeməkləri.
İşim varsa gəl. Məsələn, şartlar necə keçdi? Əla. Salam, çox sağ olun. Çox təşəkkürlər, var olun. Axşam yeməyidir, xeyir, səhərə pişirirəm, hazır. Ne yemeğiydi? Soğuk mu? Ne etidir? Dana eti. Mal eti. Sağ olun, yiyeceksiniz. Pişirdiğim nerede yemeğim? Uşaq doğma istədi. Uşaq deyil, yox. Altıda qoyur, narahat olmayın. Özü ötürüb içəcək. Əkin yetişirsə. Çiğ deyil, xanım. Bəli, vaxtı-vaxtında çörək yeyirəm. Nasıl fikirləşdiniz? Çox işləyirəm, az yeyirəm. İstirahət eləmirəm. Özümə dincliyi vermirəm. İnsanı sağ ol.
suyun axırda tökəsən. Yiyirsən, tökəlmirsən. Nə bilim, tökəlmirəm də. Necə sakitçilik oldu. Hələ bitmədi. Yox, yox. Hələ kartofun indi tökdüm. Doğan pişirdim, hazırdır. Hələ dolub düşəcəkdim.